Salam dostlar, bugün sizə ilk YouTube videomu çəkirəm. Bugün sizə jurnalistika qabiliyyət imtahanından danışacağım. Səhifəmi açdığım vaxtdan maraqlı videolar çəkmişəm, maraqlı, daha çox bilgili videolar çəkmişəm. Heç ixtisasımla bağlı heç bir video çəkməmişəm. Heç səhifəmə belə ixtisasımı yazmamışam da, yəni bio hissəsinə heç bir şey yazmamışam səhifəmi açdığım vaxtdan. Hələ özümü hazır hiss eləmirəm oranı doldurmağa. Heç ixtisasımı izləyicilərimdən çoxsu da bilmir, amma bu videonu sizə çəkmək istəyirəm. Öz başıma gələnləri, necə bura gəlib çıxdığımı çox qısa çəkəcəm və qabiliyyət imtahanından daha çox danışacağım. Çünki ayın 4-ü səhv eləmirəmsə qabiliyyət imtahanıdır. Bizdə də ayın 4-ü idi deyəsən. Sizə kömək olsun deyə indidən bunu çəkirəm. Sonra belə universitetlə bağlı maraqlı suallar olsa, bura necə gəlib çıxdığımı da daha uzun danışaram. Dostlar, ilk olaraq demək istəyirəm ki, mən əsla jurnalist olmaq istəmirdim. Yəni uşaqlıqdan belə danışığımı falan, belə daha çox belə aktiv olduğumu, pozitiv olduğumu deyən yəni görən insanlar deyirdi ki, jurnalist ola bilərsən, amma mənə yəni əl çatmaz bir şey kimi gəlirdi. Yəni mən televizorda kimisə görəndə yəni deyirdim ki, yəni nə bilim də wow. Deməzdim ki, nə vaxtsa çıxaram, ay mən də orada nə bilim jurnalist olaram, müxbir olaram. Yəni heç belə bir şey olmayıb da, yəni. Mən hazırlığa başladığım vaxtda, yəni abituriyent vaxtında İngilis dili müəllimi olmaq, bilmirəm, hardansa beynimə düşmüşdü. Məncə heç istəmirdim də, sadəcə beynimə düşmüşdü ki, İngilis dili müəllimi olum. Sonra nəysə, bal yığdım, balım aşağı oldu. Elə oldu ki, mən jurnalistika qabiliyyət imtahanına getmək qərarı aldım. Yəni ballara baxıram, heç balım uyğun gəlmir. Yəni mənim balım 360 idi. 360 balla da 300 qrupda, yəni mən inanmıram ki, yaxşı bir yerə düşmək olur. Bir dənə jurnalistika idi. Sonra gördüm ki, jurnalistikanın qabiliyyət imtahanı var. Mənə o qədər qorxulu gəldi ki, ay mən qabiliyyət imtahanı verərəm, birdən verə bilmərəm. Nəysə mamama dedim, mamam da nəsə ürəyinə yatdı. Mamam dedi ki, hə. Sonra girdim, YouTube'da videoları izləməyə başladım. Deyəsən Aytac adlı bir xanım jurnalistika qabiliyyət imtahanı haqqında video çəkmişdi. Ay izlədim. Çox motivasiya oldum da, yəni o videodan çox motivasiya oldum. Dedim ki, hə də, yəni mən bacararam. Heç hazırlaşmamışam da, yəni belə random, yəni getmişəm imtahana təsəvvür edin. Yəni 2-3 gün əvvəl ola bilər öyrəndim, belə məlumat yığdım, amma heç bir məlumatım yox idi də, yəni bu haqda. Yəni bildiyiniz qədərilə bəlkə də məlumatınız var, mənim heç bir məlumatım yox idi. Nəsə o videoda öyrəndim ki, bizə 3 mövzu verirlər, yəni bilmirik də, biz orada gedirik, 3 mövzunu belə yazırlar. Yəni mən gedəndə də lövhədə yazdılar 3 mövzunu, o 3 mövzudan istədiyini seçirsən. Yəni sənə məcbur eləmirlər, özün hansı mövzunu istəyirsənsə onu seçirsən. Mən deyəsən yaxşı övlad olmaq üçün nə etməlisən, belə bir şey idi deyəsən. Bir milli mətbuat haqqındaydı, bir də uğurlu olmağın sirri. Yox, mən uğurlu olmağın sirrini yazmışdım deyəsən, indi yadıma düşdü. 420 söz yazmalıydıq. Təsəvvür edib bir cümlə yazıram, sözləri sayıram. İkinci cümləmi yazıram, sözləri sayıram. O qədər qorxurdum ki, birdən buradan keçmərəm. Nə bilim, ya bir sözüm əksik olar. Ona görə qorxa-qorxa yazırdım ki, sayırdım ki, 420 olsun da, yəni. Bir səhifəm qalandı, dedim 360 falan idi. Dedim, seçərlər də olsa. Sonra dedim ki, yox, kimdə olur 420 yazıblar, birdən məni seçməzlər. Başladım, nəysə 432 söz yazmışdım mən. Bir də 9 dənə deyəsən qrammatik səhv ola bilər. Yəni 9-dan çox olmamalıdır. Nə bilim, hərf səhvi, belə şeylərdə, yəni qrammatik səhvlər. Bunları da çox eləməmişdim məncə. Daha çox mövzumu, nə bilim, həmin vaxtlar biraz təzə-təzə kitab oxumağa başlamışdım. Yəni söz ehtiyatım yox idi də. Mənim hazırlıq vaxtı ancaq, yəni nə bilim, boş-boş oxuduğum yəni o dərslər olub. Yəni başqa bir mən söz ehtiyatıma, nə bilim, nitqimə heç bir xeyri olacaq heç bir şey oxumamışdım. Təzə kitab oxumağa başlamışdım. Oxuduğum kitablarda biraz belə, nə bilim, uğurlu olmağa falan yəni uyğun idi. Biraz oradan öz düşüncələrimi yazmışdım. Uğurlu insan necə olur, necə olmalıdır. Sonra o xanımın YouTube videosunda deyəsən eşitmişdim ki, sitatlar, faktlar yazsaz daha yaxşı, yəni bal alacaqsınız. Faktlar da yazmışdım. Bilmirəm, nə iləsə bağlı yazmışdım. 2-ci Qarabağ müharibəsi haqqında nəsə bir şey gətirmişdim, oradan yazmışdım. Yəni sonra gəlib evdəkilərə oxumuşdum onu. Bal çıxandan sonra deyəsən səhifəyə yerləşdirirdilər. Nənəmə oxumuşdum, nənəm çox bəyənmişdi. Demişdi ki, çox qəşəng yazmısan, keçəcəksən falan, nə bilim, nə demişdi ki, yəni gözləmirdi də sən yəni belə cümlələr quracağını. Ondan sonra biraz daha havalara girmişdim. Dostlar, deməli ballar çıxıb, qabiliyyət imtahanının balları. Mən də deyəsən ev yığışdırında, yəni yaydı, məlum məsələ.
Birdən hardansa xəbər çıxdı ki, ballar çıxıb, ay Allah, bütün ev qarışdı bir-birinə. Yəni 2 günün, 3 günün içində mən jurnalistikaya vurulası oldum. Yəni dəli kimi o illərlə həkimliyi istəyən insanlar kimi mən jurnalistika istəyirəm də. Gecə belə yuxumda görürəm ki, jurnalistəm. Qabiliyyət imtahanının balları çıxıb, nəysə həyəcanla telefonu əlimə almışam. Baxdım ki, ballara nəysə məqbuldur, yəni yaşıldır orada. Biri 9 idi. Bir insan 9 vermişdi, biri 7 vermişdi. Ay, həmin gün evdə o qədər uçuram. Mamam da necə sevinir. Nəysə, orada çox əyləndim, amma sonra dedim ki, jurnalistikanın keçən il balı 383 olub. Özdə mən Bakı Dövləti istəyirəm. Yəni nə oxuyum, Bakı Dövlətdə oxumaq istəyirəm. Qardaşım da orada oxuyurdu, amma nəysə də beynimə düşüb ki, Bakı Dövlətdə oxumaq istəyirəm. Nəysə, ixtisas seçimi də başladı. Ballar çox yuxarı idi. Amma yenə də yazdım. Bakı Dövlətin pullusunu yazmadım. Çünki 2400 idi deyəsəm. Mamam dedi ki, mən 2400 vermərəm. Dilləri, bir də Slavyanın pullusunu yazmışdım. Oranın pulsuzunu da yazmışdım. Amma gəldi Bakı Dövlətin pulsuzuna düşdüm. Yəni ballar düşdü. Ballar 326-ya düşmüşdü mən daxil olduğum il. Nəysə, çox həyatımın ən sevincli günü idi həmin gün. Bilmirəm, bəlkə də universiteti oxuyandan sonra biraz adiləşir, hamı üçün elədi, yəni. Amma həmin gün, həmin an üçün çox xoşbəxt idim, yəni. Dostlar, yəni qabiliyyət imtahanında özünüzü sıxacaq heç bir şey yoxdur. Yəni mən özümdən bilirəm. Yəni mən heç hazırlaşmadan, heç bir şey bilmədən, yəni məlumatım belə yox idi. Təsəvvür edin, 2 gün əvvəl elanı gördüm. Getdim, qabiliyyətin qeydiyyatından keçdim. Mənə mesaj gəldi ki, filan tarixdə getməliyəm imtahana. Yəni bu qədər, heç bir şey bilmirdim. Yəni özünüzü sıxmağa, özünüzü ay mən yaza bilmərəm, nə etmərəm. Sadəcə yəni yazın da, cümlələri dolğun qurun, yazdığınızı dəfələrlə oxuyun. Çatdırdığınız şey, yəni gedib qarşı tərəfə çatsın, oxucuya çatsın. Yəni mən özümdən bilirəm ki, biraz həqiqi ətraflı yazmışdım da. Yəni evdəkilərə belə oxuyanda dedilər ki, yəni həqiqətən yaxşı yazmısan. Yaxşı yazmışdım məncə, amma dediyim kimi heç bir hazırlaşma yox idi. Sadəcə YouTube-da bir dənə xanımın videosunu izlədim. Deyəsən Aytac Əhmədova. O da deyəsən jurnalistika fakültəsində oxuyan bir xanımdır. Onun videosunu izlədim. Yəni o da çox yaxşı danışdı həqiqətən. Yəni heç bir şeyə baxmadım, heç bir şey öyrənmədim, heç mövzulara belə yəni baxmadım ki, əvvəlki məzunlara nə düşüb, nə olub mövzu. Mən də bunu araşdırım. Yəni heç bir şey eləmədim. Yəni təsəvvür edin, yuxudan oyandım, getdim qabiliyyət imtahanına. Yəni burada özünüzü sıxacaq heç bir şey yoxdur. Dediyim kimi, sadəcə yaxşı yazın, cümlələri, bir də xəttiniz çalışın, yaxşı olsun. Yəni oxucu onu başa düşə bilsin. Mənim xəttim yaxşı deyil, yəni universitet oxuyuram, bir belə yazılı imtahan verirəm, heç birində yəni yaxşı olmur da. Yəni müəllimlər həmişə deyir ki, pisdir. Amma həmin vaxtlar biraz indi nə abituriyent vaxtları idi, biraz yaxşı idi. Yəni başa düşülən olsun yazınız. Bir də 9 qrammatik səhv. Orada da nə bilim, məncə keçirlər. Yəni 9-dan çox kimdir ki, səhv eləyən. Onsuz da bilirik də nəyə yazmalıyıq, nəyə yazmalı deyilik. Amma sözü bilmirəm. Yəni qoyduqları söz 420 idi. Mən yəni dediyim kimi dəfələrlə saydım. 432 oldu. Yəni 420-dən az olsa bilmirəm. Məncə seçərlər. Yəni o qədər də yəni sözə önəm verməzlər. Sadəcə yəni çatdıra biləsiniz də. Yəni mövzunu oxucuya çatdıra biləsiniz. Jurnalistikaya hazırlaşan yəni bütün uşaqlara uğurlar arzulayıram. Çalışın, istəyərək gəlin də. Yəni mən ola bilər illərlə bunu arzulamamışam. Bu ixtisası heç düşünməmişəm belə, amma balım çıxandan sonra həqiqətən çox istədiyim ixtisas oldu. Yəni sevərək daxil oldum da, yəni bura. Mən yəni ballar çıxanda bizim evimizdəki səsi yəni bütün qonşular eşitmişdi. Yəni o qədər çox sevinirdim ki, yəni özümü orada görürdüm. Və girəndən sonra da yəni özümü orada gördüm. Bilmirəm gələcəkdə jurnalist olaramı, olmaramı. Bu biraz müəmmalı sualdır, amma orada oxuduğum müddətdə yəni çox şey öyrənmişəm. Yəni jurnalistika mənə çox şey öyrədi. Məsələn, indi səhifəmə videolar çəkirəm. Oradan bilirsiniz nə qədər şey öyrənmişəm. Yəni daha çox dillə bağlı. Dil həmişə mənim yaralı yerim olub. Öz dilimiz. Bilirəm, mən də çox öz dilimizdə mükəmməl danışmıram, amma çalışıram ki, səhvlər eləməyim, türk sözləri istifadə eləməyim, öz dilimizi qoruyum. Bu həmişə yəni ağlımda olub. Məsələn, heç türk kitabları belə oxumuram ki, yəni dilimə başqa sözlər gəlməsin. Zaten sözünü işlətməyim, falan sözünü işlətməyim. Bunlar üçün çalışıram. Yəni çalışın, sevdiyiniz bir yer olsun da. Yəni dediyim kimi jurnalistika ixtisası mənə çox şey verib. Yəni montaj öyrənmişəm. İnsan necə danışmalıdır, necə müsahibə götürməlidir. Yəni bunların hər birini öyrənmişəm də. Yəni video çəkəndə mənim üçün daha rahatdır. Çünki bunları öyrənmişəm. Ən azından praktik şeylər eləmişik. Yəni biz universitet boyunca müəllimlər dərsdə bizə stand-up hazırlamaq, küçə sorğusu hazırlamaq. Yəni bunları tapşırırdı. Biz gedirdik, yəni götürürdük, çəkirdik bunları. Yəni bu çəkmə qabiliyyəti, yəni onlar mənə çox kömək olub.
belə də daha rahat çəkirəm videolarımı. Dostlar, bilmirəm sizin üçün faydalı oldu mu, yəni danışdıqlarım olmadı mı? Daha çox yəni real şeyləri danışdım, yəni öz başıma gələnləri danışdım ki, yəni narahat olmayasınız. Yəni dediyim kimi mən random imtahana gedən insan olmuşam, yəni heç hazırlaşmadan, yəni rahat olun. Sadəcə stres yaşamayın, həyəcanlanmayın. Yəni həyəcan insanı çox pis eləyir. Yəni həyəcanlandınız, bildiyiniz də yadınızdan çıxır. Yəni yazacağınız şeyləri də unudursunuz. Çalışın həyəcanlanmayın, yəni rahat olun. Rahat olanda hər şey yolunda gedir. Mən heç bir imtahanıma həyəcanlı olmamışam. Yəni heç vecimə belə olmayıb. Hamıdan aşağı balda mən yığmışam. Amma heç vaxt nə ballar çıxanda, imtahandan çıxanda heç yerə yəni ağlayaraq getməmişəm də. Yəni ağlamadan olub bunların hamısı, rahat olmuşam. Rahat olanda istədiyiniz hər şeyi yaza bilirsiniz. Bildiklərinizi unutmursunuz. Dostlar, nə isə yenə də hər birinizə uğurlar arzulayıram. YouTube'da həmişə çəkdiyim videoları shorts olaraq paylaşıram, amma belə uzun video heç vaxt paylaşmamışam. Çəkdiyim ilk videodur. Bir 110 neçə abunəçim var. Ümid edirəm bundan sonra da artar. İzləsəz, videom xoşunuza gəlsə, abunə olun. Bundan sonra da yəqin ki videolar çəkərəm, paylaşaram. Daha maraqlı mövzular, yəni nə maraqlı gəlsə universitetlə bağlı sizə çəkib paylaşaram. Universitetdən, yəni başqa mövzuları da olsa, yəni sizə nə maraqlı gəlsə, yəni çəkə bilərəm sizin üçün. Hər birinizi öpürəm, hər birinizə uğurlar arzulayıram.